Tural müəllim. Gün 2. Gün 2. Taksi çağırıram yani. Çünki Step Dubai'ye gitməliyik. Çox maraqlı ki, taksi ilə 9 dəqiqədir. Ayağından 1 saat 18 dəqiqə. Niyə? Yəqin yol keçmə zad məsələlərdə burada şeylər böyükdür deyə. yol var. Yollar şeydir. 2 kilometr yarım əslində. 2 kilometr 1 saat eləmir axı. Hə? Ayaqla. Hə, amma sən elə bil ki, insan yönümlü olmadığına görə Hə. bizim belə bir problemimiz yaranır. Dubai konkret maşın yönümlüdür də. Hə, maşın şəhəridir. Yaxınlığımızda var. Bir dənə komfort seçim. Bir dənə sənin üçün komfort seçim. Tural müəllimlə fikirləşirsiniz? Gəlmişik investorlarla görüşə. Əlim mənim deyir ki, dünyanın ən gözəl duasıdır. Ərəb Allah ölkələri, utandırmasın. Valla. Ərəb ölkələrinin küləyi vurdu da sən. Mənim saçıma var da. Gedək Emel, gedək sataq. Gedək sataq, gedək. Əsas məsələ odur. Deməli, qeyri-registration kartları götürməyə pasportu verib götürəcəyik və sonra keçəcəyik öz stendimizə. Registrationlarımızı elədik, belə bir badge verdilər. İndi də öz stendimizi axtarırıq. Bu dəqiqə stendimizi tapaq. Ətraf belədir. Bura founderlərlə görüşdü. Pul verən daydaylarla. Xanım da ola bilər, okey. Sənin daha çox vaxt keçirəcəyin yeri var burada. Hə. Yerimizi tapaq, gəlin bura mən. Ora içəri buraxacaqlar, görəsən. Kaso. Bizim yerimiz də belədir, görəsən. Bizim yerimiz də belə. Doludur Hindistanlı, Pakistanlı ilə. Doludur, dolu. Yavaş-yavaş biz de onlara oxşayırıq aslında. Tural müəllim çantasını da gətirib ki, pulları qoysun. İndidən. İndidən. FOA7-dir. FO7. 19'da bugün də Day 1. Bus Code Block FOA07. Maraqlıdır. Əsas girişdən Tural mənim Hindistanlıların da yerini tutub. Bu bizim vizitlərimiz. Ad da vermişdi, adı qoymayıblar. Adı vermişdi. Yəqin ki, ölçüyə görədir, ya bilmirəm. Yəqin hə. Tural müəllim, nə fikirləşsən? Mən sənə bir şey deyim, yaxşı olacaq. Hə. Daha yaxşı olacaq. Kalan Öyrənməli var şeylər ha. çoxdur, hə. Öyrənməli startaplar çoxdur. Hərəsindən bir şey götürsən, böyük ölçüdə maraqlı bir layihə eləmək olar. Həmçinin bizim növbəti hədəfimiz buralardadır da. Buraların birində biz o dəqiqə. mütləq. Gedək gəzək biraz. Gəzək. Hansı qapalı yer deyirdin? Ha, buradakı. Getdik. Podkast yerlərində qruplar, qəşəng. Saat 11:30-da Alovun ətrafında görüşüm var. Geliyor ha. Bu da bunların podkast zonası, söhbət zonasıdır. Şifa diləyirəm. A lot of startups that are within the fashion industry, within eco-friendly startups, all these kind of startups. How? For me, So it's come full circle. I realized that you were at Kareem when I was at Kareem. Exactly. So let me introduce myself. Come on! This is how you do it. Stop applauding, guys. Come on. There you go. Why are you here today? That's Carlo. This is very tight. One day. They need So basically, so you also try to attract
some businesses Rami müəllim, xoş gəlmisiniz. Elçilə biraz reklam eləyə bilərsiniz. Fazla Green Fabrikaya reklam etmeye çalışıyorum. Rami bizim layihəmizin ortaqlarından biridir və həmçinin onun kod hissəsi, development hissəsinə cavab verir. Hansı dildə yazmışsınız müəllim? Java. Nocesi. Lazım olmadı. Kurs olarak reklam eləmək istəyirəm vloga. Vloga reklam eləməsini Java eləmək istəyənlər oraya. Alınmadı. Ne deyə bilərsiniz ortam haqqında? Valla ortamı öyle çok gezmemişim ama yani AI'ın qəlbi burada döyünür hal-hazırda. Hər yerdə AI. Biraz ifrat döyünür diye hissederdim. Hər şey AI diye. AI-ın naziri. Ama çoktan yəqin ki fikirlən bir şey çıxacaqlar ortaya. Böyle ifrat olsa da süzülüb yaxşılar qalacaq orada. Üzbə-üzümüzdə də AI-dır. Bu bir sən nədir? Bir satıcı ya da ne bileyim agent ihtiyacın varsa boş verişe getirmək. Biz sənə onun AI-ını verək. Tələblərini deyə sənə AI-ını düzəldək. Gönder de elçisi baba. İndi işçilərin ürəyi tutacaq. Kurs satsınlar. Kurs satsınlar. Valla. Deyirəm Tural. Ne yaxşı olardı bizdə burada Azərbaycan üçün də bir stend olardı. Əslində dövlət üçün çox da yüksək olmayan məbləğlərdir. 100%. Ən azından innovasiya agentliyi məsələn mükafatlandırma eləyir. Bu təlim mərkəzlərində belə Səni yaralayır. ilin ən yaxşı tech influenceriz adı belə gülməli şeylər. Və məsələn ora xərclədiyi pulla çox güman ki burada bir dənə o 8'lik var bütöv götürdüyü. Azərbaycan startapları deyə bir bölmə götürüb burada Dubayda gənc startaperləri, gəncləri buradakı networkinglə qovuşdura bilərdi. Mən nə görmüşdüm? Məsələn, Web Summit Lissabonda böyük bir şeydi, stand idi. Portuqaliyanın bütün startaplarını yığmışdı ora. Pitch-deklər də orada olurdu. Üstə gəl nə edirdilər? Elə bir ki, mən startaperəm, amma mənim bu investorla danışanda ola bilsin ki, ingiliscəm ona cavab verməsin. Məsələn, biznes ingiliscəm yoxdur mənim. Bəli. Mən burada məişət ingiliscəsində danışıram. Başa sala bilirəm, Amma bir də var ki, bizim öz stendimiz olur, Böyük Azərbaycan stendi. Adam deyir ki, qardaş, sən dur qıraqda, mən bu əlaqəni yaradıram, networkingi yaradıram, biz ilkin etapda əsas razılaşmanı əldə eləmiş oluruq. Yəni, bu yaxınlarda bizim iştirak etdiyimiz akselerasiya proqramı var, 4+1 klim akselerator. Əsasən türklərdir və 2 dənə Azərbaycan şirkəti var. Onlardan da biri bizik. Biz o B2B görüşlərdə nə gördük? Türklər götürürlər özünkünü belə aparır, əli ilə qoyur. Biz Azərbaycanlılar da qalmışdı qıraqda. Yetim kimi qalmışıq qıraqdakı. Azərbaycanlı investorlara Türklər Türk startaplarını göstərirdi və Türkiyəyə pul cəlb etməyə çalışırdılar. Vergilərimiz də formalaşan Azərbaycan innovasiya şeyində, forumunda. Mən bilmirəm, bəlkə də keçmişdə... Bəlkə də elə olmalıdır, biz bilmirik. Biz bilmirik, birinci dəfə də gəlirik belə sərgiyə, ikinci dəfə gəlirik Web Summit-ə. Amma gördüyüm odur ki, burada da gördüyümüz odur ki, bir əlaqələndirici insan olur. Hansı ki, startuper biznes ingiliscə öyrənməməlidir, filan şeylərlə məşğul olmamalıdır, yəni onun başqa işləri var. O biznes ingiliscəni bilən, yaxşı əlaqələndirməni bilən, biznes əlaqələrini qura bilən adamları onun başına qoyurlar ki, sən əlaqələndirəcəksən, sən işin əlaqələndirməkdir. Çünki startup belədir ki, sən öz cibivə gəlirsən, öz pulunu xərcləyirsən, hələ bir pul da xərcləyirsən ki, ala deyən görə mən bir dənə menecer tutum, bu gəlsin burada danışsın, bu biraz çox izafi xərc olur və ona görə də bəlkə də ona görə Azərbaycanda çox az sayda yaxşı startupa rast gəlmiş olur. Deməli, sərgidən gəlmişik, bir neçə saat istirahət eləmək qərar verdik ki, axşam çıxaq gəzməyə. Amma bu gün həmçinin mənim idman günümdür. Belə vaxtlar oldu, mən Fitveydə idmana gedərdim. Gəlmişim, balaca bir zalları var. Orada biraz idmanla məşğul olum. Tez oyanmaq üçün heç bir səbəb yoxdur. Biz niyə tez oyanırıq?
podkastın bir buraxılışını Emin Quliyevə verəsən. Deyəsən ki, biz danışırıq. Siz çəkin də. O editdən nə çıxa bilər? Arxada adamı da öldürürlər. İşıqlanmanı, rənglənməni siz eləyin də. Yəni Mosmanu ilə bərabər biz prosta danışırıq, onlar çəkirlər də. Yəni onun production sesini versək, başqa bir estetik bir şey çıxarır. Mən belə düşünürəm. Yəni Emin əslində çox istedadlıdır. Çox. Həqiqətən Emin çox istedadlıdır. Dünyanın ilk təsbehli rejissoru.